Bəli, Berlin qısa müddətli qarlı havanı geridə qoyub və şəhər bugün yenidən qarsız, lakin kəskin soyuq hava şəraitindədir. Ölkənin digər bölgələrində qışın gətirdiyi çətinliklər isə hələ davam edir. Almaniyada qışın erkən gəlməsi ilk ciddi nəticələrini göstərməyə başlayıb. Son sutkalar ərzində ölkənin bir sıra bölgələrində intensiv qar yağı, bəzi yerlərdə isə şaxtalı yağış müşahidə olunur. Və bu isə təhlükəli buzlanmaya və nəqliyyatın işində problemlərə səbəb olub. Məlumatı Almaniya Meteorologiya Xidməti yayıb və xüsusilə çətin vəziyyət ölkənin cənub federal torpaqlarında Baden-Württemberg, Bavariya və Stuttgart ətrafında qeydə alınıb. Burada sinoptiklər ekstremal buzlama barədə xəbərdarlıq ediblər. İş burasındadır ki, şaxtalı yağış yolları və səkiləri güzgü kimi hamar səthə çevirir və bu da yol nəqliyyat hadisələri riskini artırır. Artıq avtomobillərin yoldan çıxması ilə bağlı məlumatlar daxil olub və avtomagistralların bəzi hissələrində hərəkət çətinləşib. Hava şəraiti ictimai nəqliyyata da təsir göstərir. Bir neçə şəhərdə gecə avtobus reysləri ləğv olunub. Qeyd edeyim ki, Köln-Bonn hava limanında da qar və uçuş önmə zolaqlarının buzlanması səbəbindən fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Sinoptiklərin proqnozlarına görə yağıntılar davam eləyəcək və ümumiyyətlə meteoroloqlar baş verənləri qışın erkən fazası kimi xarakterizə edirlər. Ölkə üzərinə qütb soyuğu daxil olur və ilk ciddi qış hadisələrini özü ilə gətirir. Sürücülərə axşam və gecə saatlarında səyahətlərdən çəkinmək və 0 dərəcə ətrafında olan temperatur, eləcə də şaxtalı yağış şəraitində xüsusilə diqqətli olmaq tövsiyə olunur. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.